Salam əziz şagirdlər. Bugün mən istəyirəm ki, sizin üçün ideal qaz qanunları, izoproseslər haqqında bəzi xırda məqamlara toxunum və burada bəzi qrafiklərdə şagirdlərimizin çətinlik çəkdiyi qrafiklərin izahını verim. Bunun üçün ilk öncə mən sizə qısa, xırda qeydlər vermək istəyirəm. Temperatur sabit olduqda, T konstant olduqda bu izotermik proses adlanır. İzotermik proses. İzotermik proses zamanı T dəyişmir. Təzyiqlə həcmin hasili konstant olur. Bunu həm belə yaza bilərik, həm də P2-nin P1-ə nisbəti bərabərdir V1-in V2-yə. Görərik ki, buradan alsaq, görərik ki, P bərabərdir konstant bölünsün V. Yəni P ilə V tərs mütənasibdir. Bəs izotermik prosesdə başqa nələr sabit qalır? Kinetik enerji. Nə üçün? Çünki biz bilirik ki, MK-də kinetik enerji yekünlük bərabərdir 2/3 KT-dir. Burada 2/3 bizim əmsalımız, K Boltzmann sabiti. Yəni bunlar sabitdir. Birbaşa burada kinetik enerji temperaturdan asılıdır. Əgər sənin temperaturun dəyişmirsə, deməli kinetik enerjin də dəyişməyəcək. Bəs şagirdlər, əziz şagirdlər, bəs yerdə qalır bizim üçün əsas sıxlıq və konsentrasiya. Sıxlıq və konsentrasiya haqqında sizə demək istəyirəm ki, bunlar təzyiqlə düz mütənasibdir. Təzyiq artdıqda sıxlıq və konsentrasiya artacaq. Həcm ilə isə tərs mütənasibdirlər. Bunu həm ρ bərabərdir M bölünsün V-dən, N də bərabərdir N bölünsün V-dən görə bilərik. Bu izotermik prosesdir. İkinci prosesimiz izobar proses. Yəni təzyiqin sabit qaldığı prosesdir. İzobar proses. Baxın əziz şagirdlər, bu zaman deyirik ki, V-nin T-yə nisbəti bərabərdir konstant. Və yaxud da deyə bilərik ki, həcmlə temperatur düz mütənasibdir. Bəs yerdə qalan kəmiyyətlərimiz haqqında nə məlumat verə bilərik? Bax, burada ρ, N V ilə tərs mütənasibdir. Bəli, V artdıqca bunlar azalacaq. V azalanda isə bunlar artacaq. Temperaturlar da tərs mütənasibdirlər. Deməli, ρ, N həm V ilə, həm də temperaturla tərs asılıdırlar. Tərs asılıdırlar. Aha, buradan belə bir şey demək istəyirəm ki, sizə. Ümumiyyətlə yadınızda qalsın ki, ρ, N yalnız P ilə, təzyiqlə düz mütənasibdir. Təzyiq sabit qalan digər həcmlə, temperaturla tərs mütənasibdir. Gəldi üçüncü prosesə, V konstanta. V konstant olduqda, ümumiyyətlə mən videonun əvvəlində qeyd etmədim, bu proseslərin hamısında kütlə də konstantdır. Bax, bunu qeyd eləyək. Çünki verilmiş kütlə üçün biz bu prosesləri aparırıq. Baxın, mən yuxarıda sıxlığın düsturunu daşıyıram. Sənin kütlən sabit, həcmin də sabitdir. Sənin sıxlığın dəyişə bilər? Yox, dəyişə bilməz. Sənin həcmin sabit. Eyni isə verilmiş kütləli maddədə molekulların sayı təbii ki, dəyişməyəcək. Bu da sabitdir. Onda sənin konsentrasiyan da dəyişməyəcək. Deməli, izoxar prosesdə həm ρ konstantdır, həm də N konstantdır. Aha, P-nin T-yə nisbəti isə bizə konstant verir. Bu şəkildə də yaza bilərik və ya deyə bilərik ki, təzyiq ilə temperaturun dəyişməsi düz mütənasibdir. İndi gəlin bir dənə qısa xülasə gedək, əziz şagirdlər. İzotermik prosesdə temperatur dəyişmir. Bax, necə yadımızda saxlayar? Temperatur termik. Gördünüz mü? Və kinetik enerji dəyişmir. Niyə? Çünki Y kinetik 2/3 KT. Təzyiq ilə həcm isə tərs mütənasibdir. Sıxlıq, konsentrasiya təkcə təzyiqlə düz mütənasibdir. Həcmlə tərs mütənasibdir. İzobar prosesdə P konstant qalır. Həcmlə temperaturun dəyişməsi düz mütənasibdir. Biz dedik ki, sıxlıq və konsentrasiya həcmlə temperaturla tərs mütənasib. Yəni hər ikisi ilə də tərs olacaq. Bunlar artanda bunlar azalacaq. Bunlar azalanda isə əksinə bunlar neyniyəcək? Artacaq əziz şagirdlər. Yadımızda qalsın. ρ, N yalnız təzyiqlə düz mütənasibdir. Həm həcmlə, həm də temperaturla tərs mütənasibdir. Ən xüsusi halımız izoxar prosesdir. İzoxar prosesdə isə bizim əsas düsturlarımızda bu proseslər verilmiş kütləli olduğu üçün, yəni bizim kütləmiz sabit olduğu üçün V-də sabit, sıxlıqda sabit qalır, konsentrasiyada sabit qalır.
təzyiqlə isə temperaturun dəyişməsi necə olacaq? Düz mütənasib olacaqdır. Görürsünüzmü? Burada xırda nüans nədir? T dəyişməsə kinetik enerji də dəyişmir. V dəyişməsə sıxlıq, konsentrasiya dəyişmir. Bəzən bizə izaxar prosesdə bağlı qab sözü deyilir. Ya bağlı qab verir, deyir ağzı bağlı qab. Ya da qabın şəklini göstərir. Biz onda bilməliyik ki, bu izaxar prosesdən söhbət gedir. Mən istəyirəm ki, bu dediklərimi bir neçə dənə test üzərində nümunələrlə göstərim sizə. Məsələn, burada gəlin baxaq, bizə nə deyir ki, bax, verilmiş kütləlidir. Deməli, bizim kütləmiz sabitdir və izobar genişlənir. Baxın, görürsünüzmü? İzobar genişlənir. Yəni, bizim P-miz sabitdir, P konstantdır. Amma həcmimiz neynir? Artır. Bax, genişlənir. Genişlənmə deyəndə həcm artır, sıxılma deyəndə həcm azalır. Və genişlənmə deyirsə, həcm artırsa izobar proses, deməli, temperaturumuz da artır. Çünki həcmlə temperatur düz mütənasibdir. Bax, buradan qeyd eləyək ki, burada həm də temperatur artır. Aha, gələk ikinci hissəyə, deyir ki, konsentrasiya mütləq temperaturdan asılıdır. Aha, əziz şagirdlər, baxın, dedik ki, rho-dur, n-dir. Həm həcmlə, həm temperaturdan tərs mütənasibdir. Bəli, deməli bizim konsentrasiyamız nə etməlidir? Azalmalıdır. Bəs bu bax qrafikimiz P bərabərdir. Baxın, NKT. Buradan mən N-i tapsam, N bərabər P bölünsün KT. Baxın, bax mənim P-im dəyişmir. K Bosman sabitdir, bu da dəyişmir. NT-dən nə tərəsi olur? Tərs mütənasib. Baxaq, tərs mütənasib qrafiklərimiz A və D bəndinə uyğun olur. Biz də deyirik ki, bu genişlənmə olduğu üçün bizim temperaturumuz da artacaq. Temperatur artmağı D bəndində göstərilmişdir. Aha, getdik 14-cü suala. Yenə bizə deyir, bax, izotermik deyir. Uzaqlar, izotermik deyəndə deməli T nə olmalıdır? Konstant olmalıdır. Yəni, temperaturumuz dəyişməməlidir. Genişlənmə dediyi üçün həcmimiz artmalı, təzyiqimiz isə azalmalıdır. Gəlin, baxaq. Konsentrasiya. Biz bilirik ki, bax, dəyişməməsi üçün burada bizə temperaturu verirsə, o oxumuzu kəsməlidir. Deməli, bu da getdi, baxın, bu da, aha. Gəldi, bax, T oxunu açan, kəsən A variantımız var, bir də B variantımız var. İndi biz buradan gördük ki, bu nədir? Həcmimiz artır. Həcmimiz artırsa, konsentrasiyamız həcmlə tərs mütənasibdir. Tərs mütənasib olduğumuz üçün konsentrasiyamız azalmalıdır. Olacaq A variantı. Baxın, uşaqlar, dediyim kimi, rho, N və P. Bunlar demək olar ki, üçünü biri götürə bilərik də. Görürsünüzmü? P azaldı, konsentrasiya da azaldı. Yadımızda qalsın. Aha, gələk 15-ci suala baxaq. Burada isə bax, izoxar deyil. Aha, izoxarda nə idi? V konstant idi, əziz şagirdlər. V konstantdırsa və T artır. T artırsa, P də artmalıdır. Çünki izoxar prosesdə temperaturla təzyiq düz mütənasibdir. Amma izoxar prosesdə biz bilirdik ki, digər sabit qalan kəmiyyətlər nədir? Rho, N-dir, yəni konsentrasiyadır. Deməli, ox N-i də kəsməlidir. Baxın, Y bəndi və C bəndi uyğun gəlməlidir. Bax, bizim görürsünüzmü? Çünki biz bilirik ki, izoxar prosesdə N dəyişmir, konsentrasiya dəyişmir. P-miz artdığı üçün oxun ağzı artma istiqamətində olacaqdır. Aha, gəlin fərqli suallara baxaq. Məsələn, elə davam eləyək 16-cı sualdan. İzotermik sıxılma deyir, əziz şagirdlər. İzotermik tez, bax, test yazarkən tez özünüz üçün qıraqda qeydlər edirsiniz da T konstantdır. Yazıq, sıxılma dediyi üçün V-miz nə varmalıdır? Azalmalıdır. V azalırsa P-miz nə etməlidir? Artmalıdır. Bəli. Baxın, gəlin P biz bilirik ki, NKT-dən, bax, T-miz sabitdir, getdi. K Bosman sabitdir, bu da getdi. P ilə nətər mütənasibdir? Düz mütənasib. Gördünüz mü əziz şəkildə? A bəndi və B bəndi uyğun gəlir. Biz də buradan görürük ki, P artır. Buna da B bəndi uyğun gələcəkdir. Daha sonra yenə izotermik genişlənmə, bax, qeyd edirik T konstant. Heç vaxt bundan bezməyin. Özünüz üçün həmişə qıraqda qeyd eləyin ki, sizə daha rahat olsun. İzotermik genişlənmə dediyi üçün V artır, V artdığı üçün P azalmalıdır. Bizdən isə nə istəyir? Sıxlığı istəyir. Biz bilirik ki, P ilə sıxlıq düz mütənasibdir və burada P azalmalıdır. Baxın, əziz şagirdlər, A bəndinə uyğun gələcəkdir. Gələk buna. Baxın, V həcm temperaturdan asılılığı bu şəkildədir. Yəni, V həcm dəyişmir. Yəni, izoxar prosesdir. İzoxar prosesdə biz bilirdik ki, nədir? Konsentrasiya da dəyişməməlidir. Baxın, konsentrasiya dəyişməməlidir. Baxaq, digər başqa. Aha, yox, bax, burada konsentrasiyanın təzyiqdən asılığı. Bəli, temperatur artdığı üçün də oxun ağzı bu istiqamətdə olacaq. Çünki temperatur təzyiqlə düz mütənasibdir.
Burada deyir ki, verilmiş qaz üçün həcmin sabit qiymətində şəkildəki qrafikə uyğun kütlənin mütləq temperaturdan asılılıq qrafikini tapın. Aha, şagirdlər burada bizdən kütləni istəyir. Bunun üçün biz əsas tənliyimiz olan Mendeleyev-Klapeyron tənliyini, ideal qaz tənliyini yazmaq. P bərabərdir M bölünsün M RT. Biz buradan M-i təyin etsək, alarıq ki, həmişə barmağınızı üzərinə qoyun. Bu ikisini çarpaz vurun. P və M bölünsün RT-yə. Aha. Aha, indi bizə deyir ki, bax, mən qrafikdən görürəm ki, P sabitdir. Üstünə xətt çəkək. Bizə deyir ki, sabit həcmdə. V-miz də sabit getdi. Həmən molyar kütləmiz də sabit olacaq. Boltzmann sabitdir. Boltzmann deyirəm, üzr hesabla universal qaz sabitidir. Buradan görür ki, MT ilə nətər mütənasibdir? Tərs mütənasibdir. Görürsünüzmü uşaqlar? Tərs mütənasibliyə uyğun bir dənə qrafikimiz buradadır. Ümumiyyətlə, burada görürsünüzmü? Temperaturun artması istiqamətindədir. Burada da artması istiqamətində olacaqdır. Gəlin buna baxaq. Bizə belə bir qrafik verilib. Biz indi bir qrafikə baxarkən biz bilməliyik ki, bu hansı prosesdir. Mən görürəm ki, N təzyiqlə düz mütənasibdir. Baxaq, P bərabərdir N KT. Deməli, bu hansı prosesdədir? Deməli, sən burada temperaturun sabit qalmalıdır ki, P N-dən düz mütənasib asılılığını biz qura bilək. Bu zaman izotermik prosesdir. İzotermik prosesdə biz dedik ki, yekneti 2-də 3 KT olduğu üçün deməli, temperatur dəyişmirsə, kinetik enerji də dəyişməməlidir. Çünki sənin birbaşa asılılığın temperaturdandır. Baxaq, asılı olmayan, dəyişməyən A və B variantlarımıza uyğun olur. İndi gəlin baxaq. Burada bizim nəyimiz artıbdır? P-miz və N-imiz artıbsa, deməli, rho-muz da artması istiqamətində olacaqdır. Davam eləyək 21 ilə. Burada görürük ki, biz kinetik enerji dəyişmir. Deməli, bu necə proses uşaqlar? İzotermik prosesdir. Baxın, o da prosesi biləndən sonra baxırıq. İzotermik və bizdə oxların birində T varsa, deməli oxumuz mütləq T-ni kəsməlidir. Baxın, D bəndi və Y bəndi. Buradan biz görürük ki, P artır. P artırsa, deməli həcm azalmalıdır. Ona da Y variantı uyğun gələcək. Mən istəyirəm ki, sizə bir neçə qarışıq, yəni bir neçə qrafiki bir yerdə verilən tipdə suallarda izah edeyim bu. Aha, burada var idi, elə bunu istəyirdim. Məsələn, gəlin elə 8-ci sualdan baxaq. Baxın, belə qrafiklərdə siz bəzən çaşırsınız. Bu iki hissədən, baxın, 1, 2, 2, 3 ayrı-ayrılıqda bir baxaq. 1-2 hissəyə baxıram ki, mən nə proses, izobar, P sabit qalıb, təzyiqim sabit qalıb. Deməli, bu izobar prosesdir. Baxaq, bax, qrafikin oxlarının birində P varsa, deməli, mənim 1-2 hissəm P-ni kəsməli. Bax, burada T-ni kəsib gedib. Burada 1-2 koordinat başlanğıcından keçirsə bu izoxar prosesdir. Burada bax, burada kəsib, C bəndində, D bəndində də temperatur kəsib. Bizim qaldı D bəndi, C bəndi. Artıq belə olanda, baxın, üstündən də xətt çəkeyim, sizin üçün daha rahat olsun. Görürsünüzmü? Belə olanda sizin üçün necə rahat olur. İndi gəlin, bax, 2-3-də NP-dən düz asılıdır. Bax, görürsünüzmü? Koordinat başlanğıcından keçib. Əvvəldə də qeyd etdik ki, bu hansı vaxt, nə vaxt olur? Bu temperaturun sabit qiymətində olur. Deməli, mən 2-3 qiyməti mənim T-mi kəsməlidir. Baxın, ikisi də ödür. İndi gəlin bu oxların artımına baxaq. Baxın, burada P sabit qalanda konsentrasiya artıb. Görürsünüzmü? Bizim konsentrasiyamız artıb. Gəlin baxaq. Bizim konsentrasiyamız artıbsa, bizim temperaturumuz konsentrasiya ilə nətər mütənasibdir? Baxın, bax burada T bərabərdir. P bölünsün N K. Baxın, P sabit qalanda T konsentrasiya ilə tərs mütənasibdir. Deməli, sənin temperaturun azalmalıdır. Oxun ağzı T oxunun əksinə, yəni sıfıra doğru getməlidir, azalmalıdır. Burada isə artmalıdır. İkinci hissəyə baxaq. Həm N, həm P artıb. Görürsünüzmü? Baxın. Bu T sabit qalanda, deməli, burada da baxın, P artmalıdır. 2-3-də də onun göstərilmişdir. Həmişə ümumiyyətlə, gəlin bir neçə dənə fərqli istəyirəm tiplərdə baxaq. Məsələn, burada biri xoşuma gəldi. Sıxlığın yenə təzyiqdən asılılığıdır. Baxın, bax, birinci, ikinci hissəyə baxın. Rho P-dən nə vaxt düz asılı olur? T sabit qalanda. Bax, T sabit qalanda, çünki rho bərabərdir. PM bölünsün RT düsturumuza əsasən. Deməli, T sabit qalanda, R də sabitdir, universal qaz sabit, M də molyar kütlə, həmən kütlə, verilmiş kütlə üçün sabitdir. Rho P-dən düz mütənasib. Deməli, 1-2 qrafiki bizim üçün izotermik prosesdir. Deməli, mənim oxumun, bax, 1-2 hissəsi T-ni kəsməlidir. Baxın, ortadan keçir, yox, kəsməyib. Baxın, P-ni kəsib, ortadan keçir. Bax, Y bəndinə C bəndi. Bax, üstündən o dəqiqə bunu rahatlıqla kəsin.
atın, sizə rahat qalsın. Artıq biz 2 variant üzərində işləyəcəyik. 2-3 hissəsində isə P-miz sabitdir. Aha, gördünüzmü? Bax, ödədi. İndi gəlin artımlara baxaq. 1-2 hissəsində nə artıbdır? P artıbdır. Baxaq, 1-2 hissəsində P artıbdır. Amma burada 1-2 hissəsində P azalıbdır. Artıq cavabımız açıq-aydın görünür ki, C bəndinə uyğundur. Sonra yenə fərqli, aha, gəlin burada da birəsi var. Yenə bax 1-2 hissəsinə var. V T-dən bax koordinat başlanğıcından keçirsə, əsas məsələ bax burada fikir verməliyik, koordinat başlanğıcı. Deməli burada izoxar proses, daha doğrusu izobar prosesdir. Konstant. P bərabər konstant. Gəlin baxaq. P bərabərdir konstant. Bax 1-2 bax üstünə yazaq. 1-2-də bizim P konstant. 2-3-də isə bizə nə verir? 2-3-də isə bizə verir izoxar proses, V konstant. Çünki V oxunu kəsibdir. İndi gəlin P konstanta uyğun baxaq. N T-dən P konstant olanda necə asılı olur? Tərs mütənasib. Niyə? Çünki P bərabərdir N KT. Buradan N bərabərdir P bölünsün KT. P sabitdirsə, K da Bosman sabit. Deməli N T-dən tərs mütənasib. Gəlin tərs mütənasibliyə baxaq. Bax 1-2-də N-i kəsib getdi. Aha, 1-2-də N-i kəsib getdi. Aha, 1-2-də bax kvadratikdir, buna görə getdi. Baxın, A bəndinə Y bəndi. Görürsünüz? Belə olanda o qədər rahatçılıqla siz tapacaqsınız ki, 1-2-də budur. Aha, ikincidə də izoxar proses. Biz bilirik ki, izoxar prosesdə təkrar, bax, izoxar V konstantdırsa, deməli rho da konstantdır, konsentrasiya da konstantdır. Deməli sənin konsentrasiyan dəyişməməlidir. Bax, A bəndində görürsünüzmü? 2-3 N-i kəsibdir. Amma burada koordinat başlanğıcından keçir. Deməli bunu da atıracaq, olacaq A bəndi. Və belə testlərimiz çoxdur. Mən istəyirəm ki, növbəti videolarda da bu haqda sizinlə danışım.